Əgər birinin geri dönəcəyinə hələ də inanırsansa, çox güman ki, obsessiya, yəni takıntı yaşayırsan. Bu nə deməkdir? Əslində biri geri dönərkən sənə hansı duyğuları yaşadacaq? Sənə sevgi, dəyər, qayğı, diqqət vermiş olacağını mı düşünürsən? Bax, axtardığın cavab budur. Həmən insandan bu duyğunu gözləyirsən. Məhz bu duyğunu gözlədiyin üçün də davamlı ondan emosional asılı olmağa davam edirsən. İkinci sualım odur ki, bu insanın geri qayıtmasa belə sənə hansı duyğunu yaşadır? Məsələn, özünü tərk edilmiş, rədd edilmiş, yox sayılmış hiss edirsən. Aha, indi tam aydın oldu sənə nəyə görə demək istəyirəm. İndiki versiyanda isə tərk edilmiş, rədd edilmiş, yox sayılmış olmağını eqon qəbul edə bilmir. Deməli, bu proseslər sənə icazə vermir ki, həqiqəti və reallığı olduğu kimi görəsən və sadəcə takıntı halında yaşayırsan ki, geri dönəcək, peşman olacaq və yaxud da ki, özünü günahlandırırsan, qınayırsan, özünü tənqid edirsən, kaş belə edərdim, belə etməsəm bu cür olardım və bu situasiyada olmağa davam edirsən. Mən isə sənə təklif edirəm ki, mənimlə birlikdə bu etapları aşaq və üzərimizdə işləyək. Bunun üçün səni webinarımda iştirak etməyə dəvət edirəm. Sənə də maraqlıdırsa, şərh bölməsinə plus işarəsi qoy, sənə ətraflı məlumat göndərim.